Azərbaycanın nefti Ermənistanda ucuzlaşmaya səbəb oldu. Qiymətlər yenə enəcək. Ermənistanın İqtisadiyyat naziri Gevorg Papayan ölkədə benzinin qiymətinin ucuzlaşdığını bildirib. Report xəbər verir ki, Papayan bu məlumatı Facebook səhifəsində yerləşdirib. Onun sözlərinə görə benzinin qiymətində azalma təxminən 15, dizelin qiymətində isə 14% təşkil edib. O qeyd edib ki, Azərbaycanın neft məhsullarını alan böyük yanacaq doldurma stansiyası şəbəkələrindən biri yaxın günlərdə yanacağı daha ucuz qiymətlərlə satışa çıxaracaq. Daha əvvəl o, Ermənistan İctimai Televiziyasının efirində Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri haqqında danışıb. Xatırladaq ki, yanvarın 11-də Azərbaycan Ermənistana 3-cü dəfə yanacaq göndərib.